Biz əvvəlki söhbətlərimizdə qeyd eləmişdik ki, Peyğəmbər və əimmə əthar, imamlar bizim həyatımızda bizim üçün bir nümunədirlər, ülgüdürlər. Necə ki, Quran-ı Kərimdə Allah Teala ayələrin birində buyurur ki, həqiqətən də Allahın Rəsulu Allaha və axirət gününə ümid bəsləyənlər üçün bir nümunədir. Eyni şəkildə Peyğəmbər əhl-i beyti də bir nümunədir. Onun üçün də Peyğəmbər və əhl-i beyt əleyhissalamın kəlamlarına diqqətlə qulaq asıb, onlara əməl eləməliyik ki, dünya və axirət həyatımız zinət tapsın. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm hədislərində birində buyurur ki, وَمَنْ وَسَلَ فِيهِ رَحِمَهُ وَسَلَهُ اللّٰهِ بِرَحْمَتِهِ يَوْمَ يَلْقَاهِ. Buyurur ki, kim qohumlarla olan əlaqəni qoruyub saxlayarsa, yəni qohumlara baş çəkərsə, Allah Teala qiyamət günündə həmin şəxsi öz rəhməti ilə görüşdürər. Və kim qohumlarla olan əlaqəni kəsərsə, Allah Teala qiyamətin günündə öz rəhmətini ondan kəsər, ondan əsirgəyər. Bu, İslamın ən gözəl göstərişlərindən biridir. Qohumlarla əlaqəni qoruyub saxlamaq, onlara baş çəkmək, onların halından xəbərdar olmaq, İslamın ən mühüm göstərişlərindən biridir. Çünki qohum o kəslərdir ki, sənin həyatında olan müəyyən çətinliklərdə ilk sənin fəryadına yetişmə ehtimalı yüksək olan insanlardılar. İmam Əli əleyhissalam buyurur ki, ey insanlar, buyurur ki, hər nə qədər var dövlətiniz olsa da, qohumlardan ehtiyatsız deyilsiniz. Yəni, bunu yaddan çıxartmayın. İnsan biraz var dövləti olanda, ola bilər ki, onda bir arxayınçılıq hissi yaranmağa başlayar ki, mənim heç nəyə ehtiyacım yoxdur, mənim heç kimə ehtiyacım yoxdur. İmam Əli əleyhissalam belə buyurmur. İmam Əli əleyhissalam buyurur ki, nə qədər var dövlətiniz olsa da, nə qədər zəngin olsanız da, düşünməyin ki, qohumlardan ehtiyatsızsınız. Çünki onlar o kəslərdilər ki, onlar əlləri ilə, dilləri ilə sizi müdafiə eləyənlərdir. Onlar insanların içərisində sizin köməyinizə daha tez cavab verənlərdir. Sizə bir bəla gələndə, onlar qəmlənənlərdir, hüzünlənənlərdir, kədərlənənlərdir. Onun üçün də İmam Əli əleyhissalam buyurur ki, qohumlar mühüm insanlardır. Əhl-i Beyt əleyhissalamdan bu məzmunda çox hədislər var. Başqa bir hədis İmam Baqir əleyhissalamdan gəlir. İmam əleyhissalam buyurur ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurub ki, mən vəsiyyət eləyirəm burada olanlara, olmayanlara, gələcəkdə hətta dünyaya gələcək insanlara da vəsiyyətim budur ki, qohumlarla olan əlaqələrinizi kəsməyin, qohumlarla olan əlaqələrinizi qoruyub saxlayın. Hətta buyurur ki, وَإِنْ كَانَتْ مِنْهَا عَلَى مَسِيرَةٍ سَنَةٌ. Hətta deyir, onlar sizdən 1000 illik məsafədə olsalar da belə. فَإِنَّ ذَلِكَ مِنَ الدِّينِ. Deyir, bunlar dindəndir. Yəni, din təkcə, Peyğəmbər salavatullah buyurur ki, din təkcə namaz qılmaq, oruç tutmaq, digər ibadətlər ki var, onlardan ibarət deyil. Din geniş məfhumdur, geniş
məzmunlar var dinin içərisində. Mühüm mövzular var dinin içərisində. O şəkildə İmam Baqir əleyhissalam Peyğəmbər salavatıllahdan bunu nəql eləməklə bildirir ki, dinin ən mühüm mövzularından da biri budur ki, qohumlarla olan əlaqəni qırmayın. Qohumlarla olan əlaqə Peyğəmbərimiz buyurur ki, dindəndir. Əgər bir insan bunun əksini eləyərsə, yəni qohumla olan əlaqəni qırarsa, onu hansı aqibət gözləyir? Peyğəmbərimizin və Əhl-i Beyt əleyhissalamın buyurduqlarından bu nəticə əldə olunur ki, dünya və axirətdə müxtəlif fəsadları var. Dünyadakı fəsadlarından onu qeyd eləyə bilərəm ki, bayaqki hədisə işarə eləyək. Peyğəmbərimiz buyurdu ki, nə qədər var dövlətin olsa da, nə qədər imkanlı olsan da, nə qədər zəngin olsan da, düşünmə ki, qohumlardan ehtiyatsızsan. Elə bu cümlələr bizə kifayət edir ki, bu cümlələrin dəlaləti odur ki, sən qohumlarla əlaqəni kəsəndə, əslində özünün imkanları kəsirsən. Özünün arxa dayaqlarından uzaqlaşırsan. Çünki hədisdə bu şəkildə gəlmişdir. Başqa hədislər də var. İmam Sadiq əleyhissalam nəql eləyir. Deyir, bir nəfər gəldi Peyğəmbər salavatullahın yanına. Dedi, ya Rasulallah, yaxınlarım mənimlə olan əlaqəni kəsirlər, məndən üz döndəriblər. Mən də istəyirəm ki, onlarla əlaqəni kəsəm. Eləyə bilərəmmi bunu? Qohumlarla olan əlaqəni kəsə bilərəm. Deyir, Peyğəmbər salavatullah buyurdu ki, əgər bunu eləsən, Allah Taala onda sizin hamınızı tərk eləyər. Yəni, sizin hamınızdan Allah Taala öz rəhmət nəzərini götürər. Dedi ki, ya Rasulallah, bəs necə eləyim? Onlar məndən əlaqəni kəsirlər, onlar məndən üz döndəriblər. Deyir, bəs necə eləyim? Peyğəmbər salavatullah buyurdu ki, sən belə elə dedi, səninlə əlaqəni kəsəni sən əlaqə qur. Sənə malı, neməti haram eləyənə sən əta elə, səndən yəni malı əsirgəyənə sən əta elə. Sənə zülm eləyəni sən bağışla. Bu İslamın əsas belə deyək, gözəlliklərindən biri daha bu cümlələr. Ki, Peyğəmbərimiz gör nə gözəl sözlər buyurur. Səninlə əlaqəni kəsənlə sən əlaqəni bərpa elə. Onun elədiyinə sən fikir vermə, sən əlaqəni yarad. Səndən əsirgəyənə sən əta elə. Cahillik də eləyir, sən eləmə elə. Sənə zülm eləyəni sən bağışla. Ki, İslam dinində Peyğəmbərimizin mühüm göstərişlərindən biridir. Və sonunda, həmin hədisin sonunda Peyğəmbərimiz buyurdu ki, əgər belə eləsən, onda Allah Taala da sənə arxa dayaq olar. Yəni, Allah Taala səni müvəffəq eləyər işində. Görərsən ki, zaman keçdikcə, həqiqətən də belədir, görərsən ki, sənin elədiklərinin müqabilində onların düşüncəsini dəyişərsən. Onların fikrin dəyişərsən, sənin barəndə olan fikrin dəyişərsən, onların gözündə dəyər qazanmağa başlayarsan. Qohumla əlaqəni qurmaq, onlarla əlaqəni kəsməmək dünyadakı faydalarından biri budur ki, var dövləti artırar, ömrü uzadar, bəlaları uzaqlaşdırar. İmam Baqir əleyhissalam buyurur ki, qohumlarla əlaqəni qurmaq əməlləri təmizləyər, malı artırar, bəlaları dəf eləyər, hesabı yüngülləşdirər və ömrü uzadar. Və ömrü uzadar deyir. Bəzən insan fərqində olmadan bir də görürsən ki, ola bilsin ki, bir bəlaya mübtəla ola bilərdi. O bəla ondan dəf olur, o bəla ondan uzaqlaşır, amma onun səbəbini bilmir. Amma onun bəzən səbəbləri o ola bilir ki, insanların elədiyi yaxşı əməllər və yaxud da hədislərdə buyurulan bu xüsusiyyətlərə əməl eləmək insanlardan bu bəlaları dəf eləyə bilir.
İmam Zeynalabdin əleyhissalam hədislərinin birində buyurur ki, qiyamətin günündə olanda sile-i rəhm, yəni qohumlarla mehriban olmaq, onlara baş çəkməklidir, dilə gələr. Deyər ki, İlahi və Rəbbi, məni qoruyanı, dünyada məni qoruyanı sən də qoru. Məni kəsəni sən də rəhmət nəzərləri ondan kəs. Həzrəti Peyğəmbər salavatullah qohumlarla əlaqəni kəsməyin acı nəticələrindən bir hədisində xəbər verir. Buyurur ki, və həmçinin yaxşı cəhətlərindən də xəbər verir. Deyir ki, üç xüsusiyyət var ki, onun sahibi, onun vəbalın, onun aqibətin görməmiş dünyadan getmir, dünyadan köçmür, vəfat eləmir. Buyurdu ki, onlardan birincisi zülm eləmək, həddə aşmaq, başqasına zülm eləmək. İnsan zülm eləyərsə, onun aqibətin bu dünyadan yaşamamış vəfat eləmir. İkincisi dedi ki, qohumlarla olan əlaqəni kəsmək. İnsan bunun aqibətin yaşamamış dünyadan köçmür. Üçüncüsü də Allahın adına yalan yerə and içmək. O kəs ki, Allahın adına yalan yerə and içir, buyurur ki, həmin şəxs Allahla mübarizəyə qalxır sanki. Həzrət Peyğəmbər salavatullah buyurur ki, bunların içərisində ən şiddətli olanından birində qeyd edilir ki, qohumlarla olan əlaqəni kəsməkdir. Qohumlarla olan əlaqənin kəsməyin dünyada çox acı nəticələri olur. Nədir olar? Buyurur ki, qohumlarla olan əlaqəni kəsmək evləri viran qoyur, evləri sakinsiz qoyar. Yəni bu dərəcədə insanlara bəla gətirə bilər. Nəsilləri deyir, sonsuz eləyə bilər qohumlarla əlaqəni kəsmək. Yəni insan düzdür, həyatda müəyyən hadisələr baş verir. Ola bilir ki, qohumla və yaxud başqa bir şəxslə münasibətin korlanır, səndə ona qarşı bir inciklik yaranır. Əhl-i əleyhissalam buyurur ki, dəyməz bundan ötürü inciməyə. Yəni onu kinküdurətə çevirməyə dəyməz. İmam Kazım əleyhissalam bir nəfərə buyurur bunu, Yaqub adında bir şəxsə buyurur. Buyurur ki, dünən səninlə sənin qardaşının arasında bir mübahisə olub, bir münaqişə olub, bir mövzuda. Sən də ona ağır sözlər demisən. Buyurdu ki, imam buyurdu ki, وَلَيْسَ هَذَا دِينِ وَلَا دِينِ آبَائِ Bu mənim, nə də əzdadlarımın dini deyil. Yəni, mənim dinimdə, İslamda, nə də əzdadlarımın dinində, digər imamların, Peyğəmbərin və Peyğəmbərlərin dinində deyir, belə deyil. Biz insanlara deyir, belə əmr eləməmişik. Allahdan qorxun deyir. Və imam ona bir dənə həqiqəti xatırladır. Ki, yəni, o qardaşınla barış, qohumla barış, yəni onunla münasibəti bərpa elə. Ona bir dənə həqiqəti xatırladır ki, bəzən insan dünyavi səbəblərdən, qəlbini dünyavi işlər məşğul elədiyinə görə o səbəblərdən, bu şeylərdən uzaqlaşır, qəflətdə olur. Və imam insanı o qəflətdən oyatmaq üçün bu cümləni işlədir. Deyir ki, siz ölümlə bir-birinizdən ayrılacaqsınız. Fikir verin sözə. Yəni sənin ki, o insana ki, qohuma, qardaşa mənfi münasibətin yaranıb, kinküdurətin var, sən bunu davam elətdirmək istəyirsən ki, onunla olan əlaqəni kəsəsən, imam deyir ki, siz ölümlə bir-birinizdən ayrılacaqsınız. Və buyurur ki, sən bu mübahisəyə görə, bu elədiyin münaqişəyə görə, onunla elədiyin münaqişəyə görə peşman olacaqsan.
Bu Əhl-i əleyhissalamın buyurduqlarıdır ki, insanlar bu xüsuslara diqqət eləməlidirlər və bu xüsuslarda çalışmalıdırlar ki, əməl eləsinlər. Bu məzmunda, bu baxımdan Peyğəmbər və Ali Peyğəmbərin kəlamlarını özlərinə nümunə qərar verməlidirlər, ülgü qərar verməlidirlər. Allahın verə izzət və cəlalına Allah Taala özümüzün və dünyadan köçənlərimizin günahlarını bağışlasın. Allahın verə izzət və cəlalına Allah Taala dünya və axirətimizi abad eləsin. Allahın verə izzət və cəlalına Allah Taala dünyada bizə Əhl-i Beyt əleyhissalamın ziyarətlərin, axirətdə şəfaətlərin nəsib eləsin. Allahın verə izzət və cəlalına Allah Taala xəstələri olanlarımızın xəstələrinə şəfa versin. Əskərlərimizi, hərbiçilərimizi, qərib yerdə olanlarımızı salamat eləsin. Allahın verə izzət və cəlalına Allah Taala xalqımızı, millətimizi ağla gələn, gəlməyən bəlalardan öz pənahında saxlasın. Ağamız, Mövlamız, ixtiyar sahibimiz İmam Zaman əleyhissalamın zuhurunu təcil eləsin. İmam Zaman əleyhissalamın pak qəlbini bizlərdən razı eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekul lahu kufuvan ahad. Sadaqallahul aliyyul azim.